İndi yanvar, fevral dünyanın hər yerində alır, zəif olur. Martdır, camaat, ləpə, qoz, bayramdır da, nə? Aprel, camaat əkində biçində olur. Çox, yəni ancaq əkin biçin aydı aprel ayı. May ayda boş aydı deyirlər. Nə toy eləmirlər, nə ev tikmirlər. Bilmirəm, onun hava düşüb, nədirsə o aya. Deyirlər, may ayı boşdur. O dedə getdi. İyun, iyul, avqust dəhşət isti olur. Həm camaat rayonlarda olur, həm də istidən evdən işə çıxmırlar. Sentyabrdır, camaat əlində yaxındakını məktəbdə uşaq az da verir. Məktəbə gedən zaten bəri. Orada da camaatın pulu yerə gedir. Qalır oktyabr, noyabr. Düzdürmü? Onun da birinə ya məhərrəmlik düşür, ya Ramazan. O aylarda elə getdi. Ucu şeydir, dekabr, yanvar. Dekabrda yeni camaat əlində yağında yurkadır, yeməkdir, içməkdir, nə bilim, indi istirahətə azda gedən. İnşallah o birisi yanvar, fevral gəlir, çatır. Yəni alver belədir. Əsas məsələ odur, Temu ilə Trendyol işləyir. Əsas olardı, işləyirlər və salam, bizdən zərər yoxdur. Amma belə düzəlmə şansını gözləyirsənsə, o yox, o olmayacaq. Elə nədir odur? Oğlana qaynı ol, ay bir gün səhər yaxşı olacaq, bir gün pis olacaq. Bu uydurmalar